kommentdə izləyici soruşur ki, və yaxud da irad kimi bildirir ki, İmam Həsən Muaviyyəyə qarşı cihad edib. Niyə demirsiniz? Və başqa bir izləyici yazıb ki, İmam Həsən Məmuna qarşı çıxıb. Bu doğru olurmu? Yəni o nə demək istəyir ki, sual verən ki, yəni çıxmaq olar, dəlil getirmək istəyir. Yox, dəlil Həsən radiyallahu anh və ya Hüseyn və ya Muaviyyə və ya başqaları, onlar dəlil deyil axı. Dəlil Quran sünnədir və icmadır demək olar. Məsələn, biz görək, Həsən radiyallahu anh və ya Hüseyn radiyallahu anh və ya Muaviyyə radiyallahu anh, onlar bu hərəkəti eləyəndə sahabələr hamısı gəldilər, hamısı dəstəklədilər. Yox, heç kəs dəstəkləmədi. Hətta Siffin döyüşündə Əli ilə radiyallahu anh, Muaviyyə radiyallahu anh döyüşündə uzağı 30-a yaxın sahabi iştirak edib. Baxmayaraq minlərlə, 100 minlərlə sahabi qıraqda idi, qarışmamışlar fitnəyə. Ola bilər kimsə nəsə eləsin. O dəlil deyil. Dəlil nədir? Quran sünnə və icma, xüsusən sahabilərin. Aydındır. Ona görə kimsə məsələn gətirsə Həsən radiyallahu anh və ya Hüseyni radiyallahu anh və ya Muaviyyəni radiyallahu anh və ya başqalarının tabeinlərdən məsələn. Onlar dəlil deyil. Biz bilirik ki, müsəlman hakimə çıxmaq olmaz, qarşı çıxmaq olmaz. Vəssalam. Bu dəlillər bunu göstərir. Və nə vaxt çıxmaq olar, hakim kafir olsa, o da şərtləri var. Sadəcə bəziləri gətirirlər, nə üçün onda filankət çıxdı? Filankət çıxdı, iştihad elədi, səhvdir iştihadında. Vəssalam.